Mən onlara demişəm ki, bax, o sizin həm atozdur, ata bəzidir. Siz ata üzü görməmişsiniz. Balacalıqdan ata sevgisi, ata qayğısı, ata navaisi, ata məhəbbəti görməmişsiniz. Amma o sizin həm atozdur, həm mən sizin anozam, o da sizin atozdur. Dedim ama başta. Füzuli çağıranda Elmar əgər bəli deyib yürür. Damla deyəndə Elmar bəli deyib yürür. Yox, Zahir müəllim sağ olsun. Özü də dedi ki, bu studiyaya neçə vaxt gəlib gedə bu uşaqlar otur deyəndə otur. Deyir, 1000 dəfə çölə çıxanda 1000 dəfə ayağa dururlar məni görəndə. Bu uşaqlar tərbiyəli uşaqlardır. Ona Zahir müəllim kimi adam dəyər verib, hörmət qoyur, qiymət verib. Mən ona tərbiyə verməsiydim. Mən ona tərbiyə verməsiydim. Zahir müəllim böyükdür da, məndən də böyükdür, mənim uşaqlarımdan da böyükdür. Onun uşaqları iridir, Zahir müəllim uşaqlar. Amma mənim uşaqlarım baladır. Zahir müəllim gələndə Elmar qalxırdı, mənim xəbərim yox idi. Amma Zahir müəllim deyəndə mən belə ağzına çıx qalırdım ki, bu nə deyir? Çünki mən onu tərbiyəni elə, tək başıma tərbiyəni onu mən vermişəm. Qonşu çağıranda Elmar... Tək canınla elə o tərbiyədə böyütmüsən. Mən o tərbiyəsiz istəyirdim. Bir üzün ata olur, bir üzün ana olur. Əlbəttə, mən onu bir üzüm gəlin olub, bir üzüm qız olubdur. Mən onu qudusuydım. Onlar qardiyəndə mən qordisiydim. Onda onlar axmaq-axmalar qoşulub. Mən də durarlardı, Füzulinin də üzünə durarlardı. Bunlar sənin böyüklüyündə sənin nəticənidir, sənin məhsulundur, gözəl. O uşaqlara demirlər, deyirlər, halal olsun bu uşaqlar böyüdən anıya. Bax, bəyaqlanın qonşu çağırdı, öydə çay çörək yiyərdi, geyişdirmişlər. Elmarla damla düşdüm məhliyə. Mən qızımla, oğlumla oynasınlar da nə olar ki? Dedim, mən problem yoxdur. Büyüləmdə rayonda konsertdir, bayram konserti. Elmar okulda düşdü, dedim dədə. Bir qutqaları əlimlə yuyub asacağım. Zabaqlam dayı işə gedəcək 9-da. Oğlun yarısıdakı gedərik. Problem yoxdur, dedəm. Birə qədər biraz baxarıq, birinin yarısı gələrik ki, yemək satıb yeyirik. Mama, yaxşı. Mən deseydim ki, yaxşı, getmirəm. Elmar deyər ki, sən kimsən ay mama, mən gedirəm. Mən uşaqlara elə tərbiyə verməmişəm, ömür boyda. Özə ortaya qoymuşam, qabağıma qoymuşam, demişəm ki, bax qızım, oğlum, məhliyə çöndə binan qabağına getmə, axmaqlara qoşulma, yönsüzlərə, yönsüz uşaqlar da var, qoşulma. Mən onlara Mahirin dədəsi mənim gözümün qabağında ora araq gətdi. Elmar hələ araq görməyib. Ay, Elmar belədi. Mama, Mahirin dədəsi ilə Mahir dedi, araq içirlər. İkisi ata bala. Mama, bunlar nə deməkdir? Bu araqdır. Özü baş belə qaldım. Çünki o pulu verdi, Mahirin dədəsi pulu verdi, gətdi. Mahir də getdi, araq aldı gətdi. Kimə nədir? Mən Mahiri qınamıram. Mən nələr eşidirəm, mən nələr eşidirəm. Mənim gözümdə mən demirəm ki, mən 1 il 6 ay mən ATV-yə gelib gəlmişəm, ATV iştirakçıları nə hoqqadan çıxanlar bax bu gözəl görübdür. Hamısını gözləri ilə görüb. Ataların bir misal var, qurbağa söz biləndə, quruldayanda ağzı dolur. Hər şey, mənim az yaşım yoxdur, hər şey görmüşəm də orada, pisi də görmüşəm, yaxşılıqları da görmüşəm mən. Nazlı gülür, bana Nazlı gülür. Niye gülürsən ay Nazlı? Bu profilimin adını da bilmirəm, yazmışsan güya da. Güya nə deməkdir ki, yəni biz yalan danışırıq burada. Ahasıdır bu. Nə bilim, burada bir də adı məlum olmayan zıdıfıgıdır, nədir adı qoyulur. Hər hərfdən var. Yazıb güya da. Güya niyə deyir, güya deyir. Haqqı həqiqəti deyir də. Sərf eləmir. Valla mən gözümün qabağında olduğunu deyirəm. Mən orada oteldə qalmışam. 4 ay mən oteldə qalmışam. 4 ay. Az müddət deyil, gözəl. 4 ay az müddət deyil. Sənə quzu kəsmək. 4 ay az müddət deyil. 4 ay mən oteldə qalmışam. 4 ay. O 4 ayda mən iştirakçılarla poxlayıbsə, nələr edibsə mən bax bu gözlərim görürəm. Sonra da içində olmuşsan da gözəl. Aydın məsələdir. Elmar da orada dedi ki, mama, bunlar nədir belə haqqı hesab edirlər. Dedim, dədə sus. Dədə sus. Çünki uşaq görməyib axı orada. Uşaq burada belə şeyləri görmür axı. Boyda bunlar qapalı sağlamış. Mən bunlar məhəlliyə düşüb batalı ilə gedirəm, qışqırım. Gözəl, o oteldə qalan müddətdə bu Mahir söhbətindən əvvəl, xeyrat.
Deyəsən o Asiman bir müddət, mən xeyli vaxtdan danışıram, sən otelə zada təzə gələn vaxtlar. Deyəsən o vaxt Asiman Arzuya biraz sulanırdı. Meyli düşmüşdü. Valla mən bilmirəm. Asiman o vaxtda tutun istəyirdi. Tutu başqa müğənni ilə getdi Tutun istənilməsi var, tutu zərər yerdə yataq xəstə uşaqdır. Ondan nə, ona tam salan nə gündə olar. Tutu Zakistan kəbinlə ailə qurdu. Zakis kəsilməyibdi. Tutu hesaq hələ Zakis kəsilməyibdi, molla kəbini kəsirdi. Boy dedim, bu qız da lap ağını çıxartdı. Bala, sən yerdə yatan xəstəsən. Sən nəyə lazımdır evlənmək? Başa sal aşağı evində eşiyində otur. Bax, onunla ailə quran onun evinin əlindən alacaq. Gözəl, mən ölü səndiri, görəsən. Evində maşının da satdı, evində satdı. Görəsən, gözəl. Onun əlindən axır əvvəl o evi çıxartmasa o uşaq rahatlamayacaq. Mənlik deyil. Mən qarışmıram. Özlər bilərlər. Kiminsə işinə mən qarışmıram da. Əlbəttə, bizim mal yiyəsi odur, qardaş. Malın itirən o olacaq. Bizim nə işimizə qalır? Nikaha girməyibdi. Özü bax telefonla danışıram da, nikaha girməyibdi. Elə biləm onunla kəbinləndir. Tutu deyir. Mən Tutu ilə danışıram da. Danışırdım. Əla atlaşı ilə var edəmi gözəl? Əvvəl var idi, indi daha danışmıram. Gözəl, deməli onun başın yoldan çıxartdılar. Onun başı işte onsuz da normal işləmirdi. O qız ağılsız. Biraz da öyrətdilər. Onu gül kimi evin satdırdılar. Gəldilər çardaqda mansardan ev aldırdılar ona. Bayramımızı təbrik edirəm. Neçə bir illərə çıxasınızdan sağlığı ilə. Qarışıqlıdır anam, bacım, qarışıqlıdır. Gözəl, sən yoldaşına çox yaxşı baxırsan, sənin paxıllığını çəkirlər. Sənin yoldaşın da yaxşı insandır. Sağ ol. Çox Əlbəttə. ağır insan. Xanım Yusufat cənub zonasından Sən ona da. qiymət verirsən. Xanım Yusufat cənub zonasındandır. Ləhcəsindən tutdu. Lis var. Hə? Masalı tərəfdənsiniz, xanım. Lənkəran. Lənkəranlara buradan qucaq dolu salamlar. Sağ ol, çox sağ olun. Allah köməyiniz olsun. O bayram dediniz ki, Tutu ailə qurubdur. Mən də sevindim. Tutu kimə gedib? Valla bir dənə oğlana gedibdi. O tərəfin adı nədir? Uzağa gedibdi, bilmirəm. Güzel, Tutu özü deyilsin. Təki yaxşı. Ona da ürəyim. Hədə də səndə yalan məlumat olmaz. Axı bilavasitə onun özü ilə danışırsan. Mənə baxı Naxçıvan bibidən soruş da bilir. Eləmi? Yo da sən bilavasitə Tutun özü ilə danışırsan. Yalan olmaz axı, özü deyib yəni. Tutu ilə mən danışdım, sonra danışmadım. Danışmıram. Salam Rəşad, salam. Hadi atası ona da ki, böylü gələnmədi. Da heç olmasa əri ona böylü gələsin. Yazıqdır da. Hədə. Amma bir şey deyim. Tutu özü də dəcəl qızdır da. Tutu özü də dəcəl. Biraz elə belə dərin düşüncəli deyil. Arada bir şuluqlar eləyir arada. Şuluq qızdır. Sadə idi biraz. Dərin düşüncəli deyil. O sadəlik deyil.